Bir neçə söz demək Buyurun. istəyirəm Hacı Şahin haqqında. Allah ona rəhmət eləsin. Amin. Bilirsiniz, adamların ağlında təhsil, savad, elm hadisəsi var. Amma bir də var belə ruhani hadisə. Bunu elm yetişdirə bilmir. Əgər siz Hacı Şahinin sirrinə varmaq istəsəz, onu onun oxuduğu kitablardan tapa bilməzsiniz. Bu ürəyin yolçuluğu ilə gəlib çıxıla bilən bir hikmətdir. Bu bəsirət gözünün açılması ilə bağlıdır. O zaman ürək elə bir dalğada üzür ki, o dalğa onu aparıb həqiqətə çatdırır. Ona görə də çox yorumlara açıq bir hikmətlər ifadə edib və insanlar indi də paylaşırlar onun düşüncələrini, 100 il sonra da paylaşacaqlar. Biraz çətindir adamlar eyni zamanda yaşadıkları böyük adamları görə bilmirlər.